Dil normalarının pozulması, yanlış tələffüz və redaksiya xətaları peşəkar efir üçün ciddi problemdir. ASTV-nin Teleradio Akademiyasında keçirilən Mediada Azərbaycan dili adlı təlimlər məhz bu cür problemlərin qarşısını almaq məqsədi ilə təşkil edilir. Bu dəfəki təlimdə televiziya məkanında efir estetikası və vizual zövq mövzusuna toxunuldu. 50-dən artıq media mənsubu, saytlarda, televiziyalarda və radioda çalışan həmkarlarımızın iştirakı ilə baş tutan bu təlimdə düşünürəm ki, kifayət qədər maraqlı mövzular ətrafında müzakirələr apardıq. Növbəti mərhələdə nitq mədəniyyəti sahəsində zəngin təcrübəyə malik Azərbaycan televiziyasının ilk diktor jurnalistlərindən biri əməkdar artist Gülşən Əkbərova düzgün tələffüz, intonasiya və efir məsuliyyəti barədə iştirakçılara praktik tövsiyələr verdi. Ustadımız Məhəmməd Hüseyn Şəhriyarın sözləri ilə desək, Türkün dili də sevgili, istəkli dil olmaz. Özgə dilə qatsan, bu dil əsl olmaz. Redaksiya prosesində yol verilən səhvlərdən də danışıldı. Praktik nümunələr əsasında aparılan müzakirələrdə mətnlərdə dil normalarının qorunmasının vacibliyi önə çəkildi. Gələn insanlar hamısı maraqlı idi. Yəni ki, hamısı sırf prosesə köklənmişdilər, hamısı aktiv iştirak edirdilər və düşünürəm ki, gələcəkdə gələn təlimlərdən mütləq və yenidən qatılacağam. Həmkarlarım üçün əla bir təşəbbüsdür, yaxşı bir hədiyyədir bizim müəllimlər tərəfimizdən. Çünki həqiqətən də Azərbaycan dilini bilsək də, amma onun dərinliyi var, zənginliyi var. Üsullara yol verilir, bəzən şuurlu şəkildə, bəzən bilməyərək. Yəni, bu cür nöqsanların aradan qaldırılması və dilimizi olduğu kimi qorumaq baxımından sırf aparıcı olaraq, media işçiləri olaraq bizim üzərimizdə çox böyük məsuliyyət düşür. 3 ay davam edəcək təlimlərin sonunda iştirakçılar arasında monitorinq aparılacaq və sertifikatlar təqdim olunacaq. Mehin Hacıyeva, Elvin Qəhrəmanov, Rəşidə Zülfüqarova, ASTV Xəbər.